Müəssisənin direktor müavini Tofiq Məlikov bizimlə söhbət zamanı bildirdi ki, Beynəlxalq Tərəvəzçilik Mərkəzinin xətti ilə gətirilmiş 69 növ pomidor, 19 növ sarımsaq, 2 növ soğan, 2 növ xiyar, 6 növ tərəvəz lobyası, 1 növ kələm və 19 növ badımcan bitkisi üzərində tədqiqat işləri aparılıb. 2011-ci ildə 46 sort və hibridi əgər biz öyrənirdiksə, indi isə 69. Deməli, haradasa siz təsəvvür edin ki, oradan 19-23 sort və hibrid artıq məsələn biz onu əlavə eləmişik. Soğanda məsələn əgər 5-6 sort və hibrid nəzərdə tutulub öyrənilirsə, indi isə 12, altını da biz əlavə eləmişik. Digər tərəvəz bitkilərindən də məsələn biz xiyar üzrə, tərəvəz lobyası üzrə, tərəvəz noxudu üzrə, badımcan bitkisinin bizə həm gübrələnməsi, həm seleksiya işləri davam etdirilir. Müsahibim həmçinin onu da bildirdi ki, müəssisənin son illərdə ən uğurlu nəticəsi respublikamızda ilk dəfə olaraq 3500-4000 km məsafəyə daşınmaya, saxlanmaya və konservləşdirməyə yararlı məhsuldar pomidor sortunun alınmasıdır. Belə ki, Zəfər adı verilmiş yeni pomidor sortu Dövlət Sınağı Komissiyasına təqdim olunub. Tofiq Məlikov əldə etdiyi uğurlarla yanaşı qarşılaşdıqları problemlərə də toxundu. Min bir zəhmət bahasına məhsulu istehsal edib, həmin məhsulu realizasiya, yəni bazara satmaq məsələsi üzrə biraz problemlər var. Həmin kənd təsərrüfatı məhsullarının emal edən müəssisələr iş prinsipi və yaxud onları tam dərəcədə fəaliyyət göstərməməsi kəndli fermerləri qane eləmir. Yaxşı olardı ki, kəndli fermerlərin min bir zəhmət bahasına əldə elədiyi uğurları nəzərə alaraq və istehsal elədiyi məhsulun xarab olmaması üçün həmin emal müəssisələri lazımi qaydada fəaliyyət göstərsin. Qeyd edək ki, rayonda təsərrüfatlar üzrə payızlıq əkinləri başa çatdırılıb. Hazırda təcrübə stansiyasında yaz əkinlərinə ciddi hazırlıq gedir. Nərmin Rzayeva, Əlizamin Şabanov, Xəbər xətti, Lənkəran.